Şəxsi inkişaflarına fikir verənlərin kanalı 2X-in bugünkü qonağı Carnegie Klubunun rəhbəri doktor Nəcəf Allahverdiyevdir. Xoş gəlmisiniz Nəcəf bəy. Hoş gördük. Teşekkür ederim dəvətə görə. Nəcəf bəy, insan necə anlaya bilər ki, o artıq avtomatik yaşayır və şuurlu yaşamağa keçməlidir? Bu keçid necə baş verir? Bunu necə anlaya bilərik? Biz təlimlərimizdə də və böyük təlimlərdə də insanlara deyirik ki, sizə iki xəbərimiz var. Biri yaxşıdır, biri pis. Təbii ki, insanlar deyirlər ki, hansından başlayaq? Deyirlər pisdən başlayaq. Pis xəbər ondan ibarətdir ki, yer əhalisinin, təkcə Azərbaycan yox, yer əhalisinin böyük əksəriyyəti ölülərdən ibarətdir. O siz bir qeyd etdiniz, biraz ayrı adından da, ayrı formatda. Bu ölü insanlar var, bu pis xəbərdir. Bunlar yaşayırlar, bunlar işləyirlər. Söhbət həqiqi ölülərdən getmir, Allah onları rəhmət eləsin. Söhbət diri ölülərdən gedir. İşə gedirlər, evə gedirlər, ola bilər bağları da olsun, ola bilər hətta istirahət eləyirlər və s. Bu böyük əksəriyyətdir. Şad xəbər də ondan ibarətdir ki, insanların hamısı ölü deyil, dirilər də var. Və bir dənə də şad xəbər verim. Əgər kimsə bu dəqiqə bizim bu podkasta baxırsa və söhbət burada mənim çıxış etdiyimi deyirəm. Podkastın adı və mənası və sırf özündə daşıdığı ideyaya görə baxırsa şəxsi inkişafa, o adamları təbrikləmək istəyirəm bu başdan ki, onlar dirilərin arasındadılar. Və təəssüflər olsun ki, bu realda olan ölülərdən fərqli olaraq bu diri ölülər istəmirlər tək qalsınlar və harda diri gördülər, yanlarında narahat olurlar. Və həmən istəyirlər ki, həmən diriləri öz yanlarına çağırsınlar. Misal üçün, mən təlimdə gələn dostlara deyirəm ki, siz bura gəlməmişdən öncə yəqin ki, bir çox yaxınlarınız, hələ indinin özündə də sizə deyirlər ki, hara gedirsən, niyə gedirsən? Və indi də sən bu video baxanda deyirək ki, çöür bunu, çöür. İçimizdə də olan bir ölü var yeri gəlmişkən, o da deyir, çöür, gül kimi, nə bilim, o yanında əyləncəli nəsə var, gün kimi o yanında, nə bilim, musiqili nəsə var. İnkişafla bağlı olan məsələlər hamısı boş söhbətdir, adamın dayı olsun və s. Və bu, təbii ki, böyük bir əksəriyyət bu cür düşünür, təəssüflər olsun. Mənim də hədəfim, missiyam o ölüləri dirilmək və diriləri ölməyə qoymamaq. O qaldı sizin sualınıza ki, insan hardan bilə bilər? İnsan əgər görsə ki, həyatı monotondur, robot var idi, zombi var idi, heç nə dəyişilmir, həyatdan heç bir zövq almır, həzz almır, monoton bir həyatdır. Bugününlə, dünəninlə, heç bir sabahı ilə heç bir fərqi yoxdur və bütün uğursuzluqların içərisində çox narahat və deyir ki, zələn deyil və mənim bəxtim getirməyib. Deməli, bu artıq simptomlardandır ki, dəyişmək lazımdır. Dəyişmək vaxtıdır. Necə başlasın onu? Bir insan qərar vericsə dəyişmək, ilk addımı nə olmalıdır buna? Təbii ki, çoxlu yollar var. Yollardan biri fərdidir, ikincisi köməkdən istifadə, dosta zəng kömək vasitəsiyləndir. Baxın, bəlli bir biz yaşayanda bəlli bir yaş dövrlərini yaşayırıq. Dünyaya gəldikdə A nöqtəsində gəlirik, B nöqtəsinə dünyadan gedirik. Dünyaya gəldikdə uşaqlıq dövründə bizim idarə edicilərimiz var. Bizim istəsək, xoşumuza gəlsə də, gəlməsə də, düzgün etsələr də, düzgün etməsələr də yaxşı pis motivatorlarımız var. Bu motivatorlar kimlərdir? Mən müəllim kimi həmişə sual verərək danışıram. Kimlərdir yazın kommentlərdə. Bu motivatorlar bizim valideynlərimizdir. Onlar həm motivatorlardır, həm koçlardır, həm psixoloqlardır, həm təlimçilərdir, həm idarəçilərdir. Onların hədəfi təbii ki, bizim xoşbəxt olmağımızdır və onlar qarşısında ola bilər səhv, ola bilər düz, amma hər hansı bir plan qoyublar ki, bu öz evladını həyatında uğura nail olsun. Və bir çox hallarda ələxsus analara aiddir. Özləri həyatda əldə etmədiklərini istəyirlər ki, evladları əldə etsin. Uşaqları tez bir zamanda uğur əldə etsinlər və həm riyaziyyatı o uşaq vaxtı olur, valideynlər yükləyirlər. Mövzumuzdan biraz kənara çıxsaq da, həm
riyaziyyatı bilməlidir, həm ana dilini bilməlidir, həm rus dilini bilməlidir, həm ingilis dilini bilməlidir, həm latın qrafikasını bilməlidir, həm kiril qrafikasını bilməlidir, həm idmana getməlidir, həm rəqsə getməlidir, həm şahmata getməlidir, akrobatikaya getməlidir, hələ rəsmə getməlidir, hələ nəsə yadımdan çıxdı. Və bu uşaq təbii ki, yüklənir. Bu həddən artıq çox yüklənmiş motivasiyadır. Motivasiya deyil, yüklənmədir. Sonra da pis nəticələnir. Bu valideynlərin bir qismi. Amma indi orta edənlər də var ki, təbii ki, uşaqların bəlli bir yaşınacan, 7 yaşınacan əyləncəli və 7 yaşından sonra disiplinli üzərində zəhmət çəkilməlidir. Bu razıyam. Sonra məktəb dövrü də gəlir. Bu motivatorların yanına insaflı müəllimlər də qoşulur və bunlar da yəni də birlikdə bu uşaqları istəyirlər ki, yeniyetmələri uşaqlar ki, həyatda nəsə əldə etsinlər. Buracan yaxşı pis dediyim kimi yol göstərən var, insanı sirkələyən var, tərpədən var. Yaxşı pis. Bəlli bir yaşa çatdıqdan sonra və bəzən də həyatın özü bu yaşda motivasiya edir ki, insan baxır ətrafına, baxır görür ki, ələlxüsus kasıb ailələrdə olan insanlar baxırlar, görürlər ki, filan kəs belə oldu, ağırsı belə oldu, mən oxumalıyam, mən nəsə eləməliyəm, mən nəsə bir iş görməliyəm ki, bu bataqlıqdan çıxam. Bu da bir özünə motivasiyadır. Bəlli bir yaşa çatdıqdan sonra insanlar tutaq ki, hər hansı bir universitetə daxil oldu və s. O universitetdə oxudu, yaxşı, pis, bitirdikdən sonra indi magistratura və hər nəsə və adət üzrə o ölü vaxtına nətər çatır. Universitet, magistratura əgər varsa, sonra iş yeri və bu iş yerində yavaş başlayır paslaşma, yavaş ölməyə. Və burada kənardan qulağını çəkən yoxdur. Buradan dur get oxu deyən yoxdur. Dur təzə bir kitab oxu deyən yoxdur. Arada bir Instagramı əlinə alanda və ya TikToku əlinə alanda çevirəndə qabağına Nəcəf müəllim çıxır, deyir ki, yenə də avaralanırsan, qoy zəhrimarı qırağa, get işlərini gör, deyir və yaxud da ki, deyir ki, başla marafonu başlayır, deyir ki, nə bilim, heç nə olmaz, dünən söz vermişsin özünə, başlamamısan, büyündən başla, amma bu kifayətləmir. Ona görə insanlar bilməliyik ki, bəlli bir yaşdan sonra o bizi arxadan itələyən yoxdur və bu yerdə insanlar iki yerə bölünür. Bir qism insanlar artıq onları itələyən yoxdur, onlara motivasiya verən yoxdur, onlara hansı bir çağırış verən yoxdur. Onların bir qismi paslanır və o komfort zonasında, hansı ki realda komfort deyil, adı komfort, qalır yavaş paslanır, çürüyür, ölür və bir qism insan isə başa düşür ki, yox, belə olmaz və özünü öz qulağından çəkib hərəkət etdirməlidir. Bir qism bunu başa düşür, amma özünün özünə gücü çatmır. Ona görə mütəxəssislərə müraciət edir və əgər biz 15 il bundan öncə təlim mərkəzini açdıqda çox az adam gəlirsə, insanlar heç bilmirdilər ki, biz nə keçirik, niyə keçirik, natiqlik öz yerində, amma transformasiya təlimləri, şəxsi inkişaf təlimləri başa düşmürdülər. İndi yavaş bunu başa düşənlərin sayı artır. Bizdə hal-hazırda 99-cu qrupun dərsləri gedir. Sentyabrda 100-cü qrup olacaq, sən də gəl. Burada insanlar yavaş başa düşürlər və gəlirlər mütəxəssis vasitəsilə 5 ilə gedə biləcəkləri yolu, 3 ilə gedəcək yolları 2 aya keçir. Təlim müddəti 2 ay. Təlim müddəti 2 ayda əsas təlimimizin, baza təlimimizin, transformasiya təliminin. Və yeri gəlmişkən buradan da maraqlı bir xəbər verim ki, o adamlar ki 2 ay gələ bilmirlər, çatdıra bilmirlər və s. Sentyabrın 20-si bizim 15 illiyimizlə bağlı, 100-cü qrupamızla bağlı möhtəşəm bir tədbirimiz olacaq Heydər Əliyev sarayında. Bizim 15 illiyimiz keçiriləcək. Çox faydalı masterclass olacaq mən təqdimatımda uğurun formulu. Bu 55 ildə bu illərlə qazandığım təcrübə, 30 min insana toxunuş və s. bunların hamısının nəticəsi olaraq bir təqdimat olacaq, bir maraqlı masterclass olacaq ki, uğurun formulları həm bu günəcən tanınmış ustadların, alimlərin gətirdiyi formullar, həm özümün yaşadığım formullar, həm etdiyim səhvlər, həm düzlər və əminəm ki, həmən o heç olmasa 2 aylığa gəlmirlərsə, o 2-3 saatlıq həmən o təlim, masterclass, bədii hissəsi də olacaq təbii və s. Oradan yenilənmə üçün olan bir refresh olaraq nəsə əldə edə bilərlər. Təbii ki, biletlər i-tiketlədir. I-tiketdə artıq var satışda. Sentyabrın 20-sinəcən indidən əldə edə bilərlər. Üzlər yerlərini
əldə edib özlərinə yer tuta bilərlər. Digər tərəfdən dediyim kimi, təxəssis yaxşıdır, lazımdır, amma insan özü gərək buna qərar versin. Bu 2 aylıq təlimlərdə indi siz feedbacklər də alırsınız da, yəqin ki, sizə geri dönüşlər eləyirlər ki, həyatımda necə dəyişikliklər oldu. Təxminən neçə faiz dəyərləndirirsiniz? İnsanların həyatları neçə faiz dəyişir? Və heç dəyişməyən də olurmu? Belə bir hallarda olurmu? Təlimlə ona təsir etmir. Bizim təlimimizin bir unikal xüsusiyyəti var. Təlimdə tələbələrimizə əvvəla birinci dərsdə ödənişsizdir. Həmən birinci dərsdə də elan edirik ki, kim təlimə gəldi, qoşuldu və dərslərdə iştirak elədi, təlimin sonuncu günü əgər təlimdən heç nə götürmədisə, heç bir dəyişiklik əldə etmədisə, istər aşkar şəkildə, istər sakitcə gəldir necə mən heç nə götürmədim, məndə heç nə alınmadı və yaxud heç nə dəyişiklik olmadı. Biz səssiz səmirsiz onun ödənişini geri qaytarırıq. Qızıl qarantiyadır və qürurvericidir ki, bir çox tələbələrimiz, bəlkə də böyük bir faizi həyatlarını 2 yerə bölürlər. Bizim təlimdən öncə, Carnegie kluba gəldiyi təlimdən öncə və ondan sonraki. Və bizim, misal üçün təlimdə soruşuram ki, reklamdan neçə nəfər adam gəlib? Birinci dərsdə hardasa 100-ə yaxın adam iştirak edir birinci dərsdə. Həm qonaqlar, həm adamlar var ki, 2 ay bilirlər ki, iştirak edə bilməyəcəklər, amma bir dəfə pulsuz, ödənişsiz deyil. Yaxşı mənada gəlirlər, istifadə edirlər, halal xoşları. Adamlar da var ki, tərəddüddədirlər, bilmirlər. Və mən soruşuram ki, kimlər reklamdan gəlib? O 100 nəfər adamın təqribi hardasa 15, 20, 30% əlini qalxızır ki, reklamdan gəlib. Qalanları təlimimizi bitirən əziz tələbələrimizin tövsiyəsi ilə gəlirlər. Bir qisməsi tövsiyə ilə gəlir, bir qismi isə görür ki, bu adam tam dəyişdi, tam fərqləndi. Həyatda uğurlar, ailə həyatında uğurlar, iş həyatında uğurlar tam fərqli olub və deyirlər, nə olub, nə baş verib? Deyir, o güldüyün təlim var idi ya ki, gedmə pul verim. Həmin oradakı nəticədir. Ondan sonra gəlirlər və bu artıq 15 ildə 99 qrupun olması bunun sübutudur ki, insanlar dəyişir, davamlı olur. Çünki biz bu işi gördükcə paralel olaraq çoxlu sayda bizə baxıb bu tipdə olan təlimlər açılırlar. Əksəriyyəti, bəlkə 99% qapanır. Çünki o effekt verilməyəndə insanlar gəlmirlər. İnsanlar geri real effekti görsünlər ki, o təlimə gəlsinlər və davam. Siz ilklərdənsiniz onda Azərbaycanda. Demək olar ki, Azərbaycanda biz bu ideya ilə çıxanda, bu ideyanı həyata keçirdəndə çox yox idi təlim mərkəzləri, yox kimi idi və bir çox bu gün məşhur təlimçilər, özlərinin təlim mərkəzi olan insanlar bizim yetirmələrimizdir. Hətta bəzi adamlar var ki, bu dəqiqə podkastlara və s. dəvətlər, biz o vaxt bütün universitetlərə ödənişsiz təlimlər keçirdik. Mənim yadımdan çıxıb təbii ki, orada neçə yüz adamlarla özləri yaxınlaşıb deyiblər ki, Nəcəf müəllim, mən tutaq ki, bizim universitetə gəlmişdiniz. Orada çıxış eləmişdiniz. Mən sizi oradan tanıyıram. O elə tələbə idi, artıq mən təlimçiydim, indi artıq o da təlimçidir. Və yaxud da ki, biri deyir ki, mən sizin təlimdən sonra bu peşəni seçdim. Və s. İzləyənlər üçün bu təlimlər haqqında çox bir demo, özət verə bilərsiniz. Nələrin üzərində işlənilir təlimlərdə? Yəni bir tanıtım kimi baxanlar üçün. Tanıtım kimi onu deyə bilərəm ki, bizim təlimimizin ilkin adı xarizmatik natiqdir. Bu adla gedir və natiqlik ilə bağlı bir çox məsələlərin cavabını verir. Və baxın, insanlar həyatda elə birinci təlimdə dediklərimdən başlayaq ki, insanlar həyatda uğur qazanmaq istəyir. Və bu uğur qazanmaq üçün ən önəmli olan məsələlərdən BB deyirik biz, adını bilgi və bacarıqdır. Oxu, öyrən. Çox önəmlidir və mənim TikTokda bir videom da var, yəqin ki görmüsünüz. Orada göstərilir ki, bir nəfər əlində açar, yellədir. Məktəbdə bizi ilə bir sinifdə oxuyan 2 alan deyir, təzə atelimi açıram. Sonra məktəbdə 3 alan, 2 alan idi o, məktəbdə 3 alan yəni əlində açarı yellədir. Deyir ki, yeni supermarket açıram. Məktəbdə 4 alan artıq açarı biraz daha zəif yerlədərək deyir, yeni moyka yuyucuxana, Azərbaycanca moykamı açam, yanında bir çayxanası da olacaq, xudmanı gələrsən və məktəbdə 5 alan, gedim qapını açım, hava biraz sərinləsin. Bu videodan sonra təbii ki, orada analar mənim üzərimə hücum demişlər ki, siz nə deyirsiniz? Bu mənim sözüm deyil. Bu, dünyada
geniş yayılmış əyalıçı sindromu əyani şəkildə göstəricisidir. Təəssüflər olsun ki, bir çox hallarda əyalıçılar, bir çox halda demirəm həmişə, istisnalar da var, bilirəm. Amma bəzən istisna olur, amma bir çox hallarda əyalıçılar heç də həyatda uğur qazanmırlar. Ay dayım yoxdur, ay obursu yox, səbəb ayrıdır. Bu çünki dünyaya aid olan bir məsələdir. Səbəb də ondan ibarətdir ki, bu uşaqlar bir çox səbəblər. Bir, əyalıçılar perfeksionist olur, mükəmməlçi olur, hər şeyin ən yaxşısını. Həyat isə o cürdə deyildi. Sonra bir qismi bir yol görürlər və bu klassik standart yolla gedirlər. Amma həyatda çoxlu fərqli yollar var. Mən demirəm hansısa bir səhv yollar, düzgün yollar fərqlidir, paralel yollar da var. Onlar yolları bilmirlər və digər ayrı səbəblər də var. Və səbəblərdən də biri ən əsası ondan ibarətdir ki, xüsus bizim təhsil sistemimizdə bu özünü göstərir. Bilgi və bacarıqlar test sistemi girib o formulların içinə, girib o mövzuların içinə, girib o tarixin içinə, əzbərləyib, bilib, gecə yuxudan da dursun, hər şeyi biləcək. Bilgi və bacarıq super. Bilgi və formul belədir. Uğur bərabərdir. Bilgi vurulsun bacarıq. 100 yuxarıda yaxşı oxuyub, yaxşı bal toplayıb, bacarıqdır, bunların hamısını qəşəng tətbiq edib. 100 vurulsun 100 bərabərdir neçə? 0. Niyə? Çünki formul naqisdir. Formulda ayrı bir hissə çatışmır. Əgər müasir dünya ilə gəlib baxsaq, bilgi və bacarıqlar bir iki dünyada hard skills adlanır. Yəni bir insanın öz peşəsi ilə bağlı olan bilgilər. Bir adam riyaziyyatçıdır, nə bilim, integral formullar və s. onu bilir. Bir adam fizikdir, fizika sahəsində bilir. Bir adam mühəndisdir, mühəndisliyi, sapromatobrusu, bir adam həkimdir, anatomiya və s. öz sahəsini bilə bilər. Bu sahələrdə çoxlu sayda bilgi, ətrafımızda bilgi və bacarıqlı insanlar tanıyırıq ki, onlarda heç bir nəticə yoxdur. Deməli, nə çatışmır? Hard skills'in yanında bir SS də lazımdır, soft skills. O 0 olanda 100 vurulsun 100, vurulsun 0 bərabərdir 0. Ona görə soft skills nədir? Soft skills biz haqqında danışdığımız, siz veriş apardığınız bir mövzudur ki, şəxsi inkişaf, özgüvən, effektiv ünsiyyət bacarıqları, natiqlik, zamanın dar olması, həyatın dar olması və s. və s. bizim təlimdə keçdiklərimiz. Bütün həmən mövzulardır. Və biz təlimlərimizdə əsas hədəfimiz odur ki, bilgi və bacarığı olan insanlar gəlirlər bizim təlimimizə, bu soft skills hissəsini o qədər dəyişdirirlər ki, orada gəlib bəlli bir rəqəm olandan sonra 100 vurulsun 100 vurulsun 100, nəticə onda göz qabağında olur. Və o bilgili bacarıqlı insanlar var. Onlar həyatda uğur qazanmayan da bəziləri bilər ki, daha çox oxumalıyam. Yeni sırf peşəsi ilə bağlı kursa gedir, yeni kitab oxuyur peşəsi ilə bağlı, amma nəticə vermir. Bir qismində deyir, biraz zələndir, mənim adamım, tanışım yoxdur, ya pulum yoxdur və onlar da dayanırlar. O kəslər ki, özlərində güc tapırlar və soft skillslərini inkişaf etdirirlər, onlar da nəticə vermir. Belə bir tendensiya var, Nəcəf bəy. Bu dünyada da belədir də. Uğurlu insanlar mənim üçün mən bölmüşəm və görürəm də bu cür nədir. Var ruhi sükunət halında olan uğurlu adamlar, var psixoloji problemlə uğurlu adamlar. Uğur bir yerdən sonra insanın ruhi halını da poza bilir. Yəni uğurlu olmaq istəyi. Məsəl üçün mən universitet illərimdə var idi. Biz tələbəlik həyat yaşayırdıq. Əlbəttə oxuyurduq da, həm də tələbə kimi. Əylənirdik, dostlarla görüşürdük, amma mən imtahanlardan 100 alacağam və o prinsipallıqla oxuyan uşaqlar var ki, hansı ki doğrudan onların həm ünsiyyət qabiliyyətləri itmişdi artıq, asosiallaşmışdılar və bu da onun gələcəkdə inanıram ki, məsələn, ailə problemləri yarada bilər və s. və s. Və psixologiyası çoranmışdı, yəni adekvat deyildi artıq bir yerdən. Savadlı idimi? Savadlı idi. Mən də indi düşünürəm ki, mən evlənsəm, övladım olsa, övladımın bu cür uğurlu adam olmağını istəmərəm. Onun psixoloji sağlamlığı onun uğrundan mənim üçün daha vacibdir. Bu halla necə mübarizə aparmaq olar? Valideynlər necə etsinlər ki, uşaqlar belə olmasın? Ona görə birinci ondan başlamaq lazımdır ki, biz həyatda uğur mu istəyirik? Biz dərslərimizdə bəlli bir yerə gəlib çatandan sonra bizim bir formulamız var. Uğurun formulası. Sonra deyirik ki, insan həyatda uğur mu istəyir? Hamı qalır, baxır. Bəli, yox. Siz dediyiniz kimi uğurlu olub, amma heç də huzur halında, rifah halında olmayan insanlar var, xoşbəxt olmayan insanlar var. Bəlli olur ki, insan uğur vasitədir. Nə üçün? Uğur
xoşbəxtlik üçün bir vasitədirsə, onda faydası var. İnsan xoşbəxt olmaq istəyir. Xoş oldu. Son İnsan nəticə oldu. nəticə olaraq xoşbəxt olmaq istəyir. Bir qismi heç inanmır xoşbəxtliyin olmasına. Da çox yazıq insanlar da Allah köməkləri olsun. Təbii insan xoşbəxt ola bilər və xoşbəxtlik bizim içimizdədir. Kənarda nələr baş versin, insan xoşbəxt ola bilər. Və əgər biz uğurdan danışırıqsa, uğur daha çox maddi tərəfidir. Və maddi tərəf çox önəmlidir, pul çox önəmlidir. Deyir xoşbəxtlik pulda deyil, pulun çoxluğundadır. Buyur səni verib kesib verməyin. Təbii ki, pulun çox böyük təsiri var, amma pul xoşbəxtliyi tam təmin edə bilmir. Çox məsələləri rahatlaşdırır, yüngülləşdirir. Amma həyatda itkilər var, yaxınların itkisi var, xəstəliklər var və bir çox amillər var ki, ən azından bir insan bilir ki, ha vaxtsa bu dünyadan köçəcək, yaşlanma var və s. çoxlu amillər var ki, onlar ən azı mən elə böyüklərini dedim. Onlar insanı xoşbəxt olmağa, əgər düşüncə tərzi düz deyilsə, qoymur. Bu baxımdan, bəli, əgər biz uğura sırf maddi uğur, pul kimi baxacaqsa, bu məqsəd öz-özlüyündə heç də düzgün məqsəd deyil. Əgər biz uğura xoşbəxtliklə birlikdə bir tandemdə olaraq baxacaqsa, təbii ki, bu çox önəmlidir. Və əgər biz uğura, biraz da geniş gedim, uğura, xoşbəxtliyə tək bu yaşadığımız qısa müddətdə yox, ümumilikdə baxsaq, çünki bu həyat çox qısadır əslində qalsa, ümumilikdə baxsaq, onda insan yaxınlaşır kamilliyə doğru. Həm burasında, həm bu dünyada, həm o biri dünyada da uğur qazanmış olur, xoşbəxt olmuş olur. Təəssüflər olsun ki, o biri tərəf haqqında heç danışılmır, heç hamı inansa da, hamı qurban olmalı desə də, amma o biri tərəfi bir çoxları, hətta inanan insanların da bir qismi də, oradan kim gəlib və s. oranı qoyublar kənara, amma oranı yaxşı qoyurlar kənara. Heç burada da bir şey əldə edə bilmirlər. Amma adekvat insan, kamil insan həm buranın sonunu və buradan oranı da fikirləşməlidir. Bu daha geniş yanaşmadır. Dediyimiz kimi sizin sözünüzə qayıdıram ki, uğurun əsas komponenti və yaxud da ki, üst komponenti xoşbəxtlikdir. Ona görə biz daxili sürətdir. Bəli, çox sözlərlə ifadə etmiyorlar və yaxud da ifadə etməmək olar. Özünə qalsa insan özü bilir ki, o halda çox rahatdır. Belə deyə bilər, məsələn, biri deyə bilər ki, mən sizin gələcəyi son nəticəyə gəlmişəm, dünyasız. Dünya əldə eləmədən mən sizin dərviş dediyiniz bir həyat yaşayıram. Hətta tüfeyli də deyə bilər kimsə ona. Mən bu cür yaşayıram, dünya əldə eləməm, amma sizin son nəticə olaraq gəldiyiniz haldayam mən. İki tərəfdən baxa bilməsə deyil, çünki burada dini amil də var ki, yəni mən tərki dünya olaraq hər şeyi əldə eləmişəm. Mübarək dinimizdir ki, bu yol deyil və bunun nəticəsi də yoxdur. Yəni buyur var hansısa məzhəblər, hansısa sayılar yox. Bu elə Peyğəmbərimizin sallallahu bir hədisidir ki, əgər onun dövründə olmuş məşhur bir hadisədir, kimlərsə ailə qurmurlar, kimlərsə tərki dünya olurlar, kimlərsə nəsə eləyirlər, deyir, ümumi mənasında mən deyir, sizin peyğəmbərinizəm və mən həm ailə qururam, həm və s. Yəni bu kənara çəkilmək özünü aldatmaqdır və illüziyadır. Orada sən özünü bir hansısa bir çəhrayı eynək giyib özünü xoşbəxt saya bilərsən. Amma sən əgər ailəvi dolandıra bilmirsənsə, sən əgər həyatda özündən sonra bir nəsil artırmırsansa, əgər sən hər hansı bir insana əlindən tutub kömək edə bilmirsənsə, sən tüfeylisənsə, sən dərvişsənsə, sən bunların heç birini deyə bilməyəcəksən. Və bizim mübarək dilimizdir ki, tərki dünya yox, cəmiyyət içərisində olaraq sən nələrsə etməlisən və cəmiyyətin içində varsansa, ailən varsa, evladın varsa, yaxınlar varsa, sən bunlara hansısa bir formada kömək etməlisən. Bu köməyin də vasitəsi hələ ki ayrıca düşünməyib maddiyyatdır və maddiyyatı da halal yolda qazanmalısan. Çətini budur. Çəkilib qıraqda oturmağa nə var ki? Və özünü yalandan xoşbəxt saymaq. O illüziyadır, özünü aldatmaqdır. Onu deyən adam yalan danışır. Öz-özünü aldadır. Deməzdi yalan danışır. İndi bir qism yalan danışa bilər. Özü-özünü aldatmış olur. Xoşbəxtlik bir yol dünya əldə eləməkdən keçir də deyə bilərik. Dünya əldə eləmək. Dünya əldə edib edilməkdən deməzdim. Yəni dünya məsələlərinə bir məşhur hədis var yəni də ki, ibadət neçə növdür? Halal yolla pul qazanmaq onun nə qədər hissəsidir.
Orada indi rəqəm yadımdan çıxıb, çox böyük bir rəqəmdir. Və halal pul qazanmaq özü ibadətdir. O ayrı məsələ ki, sən zəhmət çəkəcəksən, işləyəcəksən, düzgün o dediyimiz strategiyaları, taktikaları yerinə yetirəcəksən. Sizi əmin edirəm ki, 99 halda, hətta dinsiz olsun da, moltanı olsun da, nə bilim ateist olsun, agnostik olsun, fərqi yoxdur. Hansı buddist ol, müsəlman fərqi yoxdur. Sən əgər bu qoyulan qayda qanunları yerinə yetirəcəksənsə, bəlli bir uğurun, sən təbii ki, nəticə əldə edəcəksən. Ayrı məsələ ki, bu dünya ilə kifayətlənəcək. Və üstəgəl, ola bilər sən dindarın dindarı olasan və doğrudan da zəhmət çəkirsən və hər bir şey eləyəsən, sınaq da var, imtahan da var. Ola bilər bəlli bir vaxtda dünyada qazancın olmasın, amma sən bilirsən, axı mən hər şey etmişəm, boynuma düşəni etmişəm. Bir var, mən bu işi görməliyəm, otururam, deyirəm ki, əşi, dünyada işim yox. Bilirəm, eşi alınan yox, onsuz düzəlməyəcək, xeyri yoxdur. Və bu yanlışdır. İkinci məsələ, qurban olum, təvəkkül deyirəm, yəni də işini eləmirsən. Bu da yanlışdır. Üçüncü versiya, sən gedirsən, bunu buradan götürürsən, qoyursan bura. Və bunu buradan götürüb bura qoyanda 90% hallarda nəticə olur. Amma nəticə olmasa da mən orada nəsə yanlışlar var ayrı yerdə, gözə görünməyən yerdə. Valideynlərinlə münasibətdə, evladlarınla münasibətdə, yaxınlarla o nüanslar da var. Amma bunlar da hamısı yerindədirsə, hər şey yaxşıdırsa, sən bu işi gördünsə və nəticə yoxdursa, imtahanlar da var. Yəni biz bilməliyik ki, bu dünya müvəqqətidir və biz burada düzəlməyə gəlmişik. Biz burada faktiki olaraq Nizaminin təbirinə desək, açar dalayıcı gəlmişik. 2 açar var və o açarı qazanmaq üçün biz nəticə təbii ki, çox vacibdir, amma nəticə olmayanda da orada təvəkkül işə düşür və mən boynuma düşəni etdikdən sonra artıq xoşbəxt oluramsa bu özünü aldatma deyil. Yəni əsas yolun özüdür. Bəzən hədəfə çatmasaq da biz ruhdan salmamalıyıq. Çox gözəl məsələyə toxundunuz. Biz çox vaxt hədəflərdən danışırıq. Təlimlərimizdə düzgün hədəflər qoyulması. Axı bu gün dünyada bizə şablon, jurnal qabığında olan hədəflər verirlər, sırayırlar şablon. Villadır, arxasında limuzindir, burada açar 3 mərtəbəli villa, qabağında basen və bir çoxlarının $1 milyon ağzının suya ağa baxdığı bu həyatda bu şablondur. Və mən indi bir kitab da yazıram, öz leylini tap. Yəni insan öz leyli məqsədləri olsa, Məcnun duracaq və leylisinə doğru onu təsəvvür anası durur. Bala dur, leyli gəlib. Gəlib görəcək ki, Məcnun çoxdan durub, saat 3-dən 4-dən durub. Düzdür, çünki onun məqsədi. O insan onu doğru gedir. Yaxşı, bu məqsədlər öz yerində, bu məqsədlərimi tapmalıyıq, öz doğma məqsədlərimiz olmalıdır, onlar bizə motivasiya verməlidir. Bəs, yaxşı, biz carpe diem, siz dediyiniz, bəs andan həzz almaq, əsas məsələ odur ki, o məqsədlər əgər doğrudan da bizim leyli məqsədlərimizdirsə, onda Məcnun leylinin yolunda yıxılanda da, ayağına tikan batanda da, əziləndə də bu prosesdən həzz alır. Çünki bu proses onu leyliyə yaxınlaşdırır. Ona görə biz leyli məqsədlər qoyduqda və buna doğru hərəkət etdikdə bu prosesin özündən də həzz almış olacaq və artıq bütün proses bizdə həyat həzzə çevriləcək. Amma əgər təsəvvürün mümkündür bunu təsəvvürləmək. Məcnun leylini sevir, amma uzanıb yerindədir. Qoy leyli gəlsin. Nə bilim, çox vaxt suallar verirlər mənə. Nəcəf müəllim, bir çox müqəddəs məqsədim var, amma fokusdan çıxıram, o işi görmürəm. Gəlin, misallatmayaq. Əgər o həqiqətən sənin məqsədin olsa, bir anlığa təsəvvür Məcnun gəlir, şikayət edir ki, psixoloqa, şəxsi inkişaf mütəxəssisinə təlim. Deyir ki, müəllim, leyliyə doğru getmək istəyirəm, amma getmirəm. Leylini doğrudan sevirsən. Bəli. Kimi anladırsan? O ayrı məsələ ki, Məcnuna gəlib deyirlər ki, ay Məcnun, iradə gəlib, nə bilim, tünzalə gəlib, dur. O da leylisi də yoxdur. O da məcbur deyirlər, o da bilmir, getsin, getməsin. Ona sırayıblar ki, sən tünzalə ilə ailə qurmalısın, o da tünzaləni sevmir. Təbii ki, bunlar məcazlardır və insan əgər öz leylisini tapsa, öz sevdiyi, təlimlərimizdə də bizim bir işimiz də bundan ibarətdir ki, insanların, bu digər təlimimizdir, self-management təlimi, strateji planlama, həm iş baxımından, biznes baxımından hədəflərin tapılması çox vacibdir. Vaxt var idi, Nokia bu dəqiqə telefon zəngi çalsaydı, Nokia'nın musiqinin səsi gəlmişdi bu dəqiqə. Hamıda bir 15 il, 10 il bundan qabaq.
Və indi telefon zəngi çalsa, ya Samsung olacaq, ya iPhone olacaq, ya da uzaqbaşı paralel ayrı firmalar. Amma Nokia demək olar ki, yox. Yəni, mən bilirəm orada kimsə var, deyir ki, məndə Nokiadır. Əzizim, amma neçə faizi? Hə, Nokia'nın deməli, Steve Jobs Nokia nə etdi? Nokia qudurdu. Nokia dedi ki, həmişə belə gedəcək və qabağı planlamadı. Steve Jobs gəldi, Nokia'nın mütəxəssislərinin icad etdiyi araşdırmasını götürdü, touchscreen sistemini onlardan aldı və Apple-da, iPhone-da tətbiq etdi. Və bu dəqiqə insanlar böyrəyini də satmağa hazırdılar ki, həmən heç də ən yaxşı olmayan o telefonu alsınlar. Bu dəqiqə iPhone şu an star mənə deyəcəklər, bəli, ən yaxşıdır. Təbii ki, həm Samsung, həm iPhone bu dəqiqə hər biri yaxşı var, hər birinin özünün xüsusiyyətləri var. Təbii, hər bir halda Nokia hardadır? Nokia bu dəqiqə nəsə eləməyə çalışır, dəyişmək istəyir, amma artıq o qədər geri qalır. Və həm insan, həm fərd olaraq, həm biznesmen olaraq 5 il bundan sonranı, 10 il bundan sonranı görməlidir. Strateji planlama çox önəmlidir. Bir yağ dedik, dirilər, ölürlər. Stephen Covey var, məşhur mütəxəssisdir. Kitabları bir çox milyonerlərin, iş adamlarının stolüstü kitabıdır. Orada yazır ki, iki yerə bölünür insanlar. Proaktivlər və reaktivlər. Reaktivlər insanlar, o bir yağ dediyimiz öyle insanlardır ki, onlar həyatdakı bütün işlərin, məsuliyyətlərini özlərindən başqa ayrılarında görürlər. Falan şey belə oldu, falan kes belə dedi, müəllim ispit oldu. Nə bilim, rayonda böyümüşəm, rayon pisdir. Şəhərdə böyümüşəm, rayonda böyüsəydim daha çox motivasiyam olardı inkişafa. Valideynlərim çox qaba idi, valideynlərim çox yumşaq idi. İstənilən halda bir bəhanə tapacaqlar. Və hər hansı bir şey alınmayanda deyəcəklər ki, zamanə Azərbaycan. Götür onu Azərbaycan'a at, San Francisco, eyni nəticə alınacaq. Amma proaktiv insanlar istənilən halda deyir, mənim boynuma nə düşür? Mən nə edim? Reaktiv insanlar bir yerdə aktivdirlər. Statusların Instagramda, Facebookda, TikTokda altında zəhər tökməkdə çox aktivdirlər. Yəni də boş-boş danışır. Heç bir xeyri yoxdur. Bütün enerjilərini ancaq negativə yükləyiblər. Və o negativləri də o bumerang olaraq özlərinə qayıdır. Və Değiş əzizim. Həyata ayrı bax. İndi bilirəm ki, bir vaxt deyəcək. Hə, danışır da özü üçün. Yəqin bunun daydayı olub. Nə daydayım olmayıb. Uşaqlıqda mənim Allah valideynlərimə rəhmət eləsin. Çox razıyam onlardan. Halal pulla qazanıblar və ikisi də mühəndis olub. Atam Azizdə də dərs deyib, akademiyada da işləyib. Amma kənardan heç nə gətirməyib, halal ruzu gətirib, özü repetitorluqla məşğul olub. Və mənim velosiped almağa belə pulları olmayıb bir müddət. Çünki evin təmiri və s. Bütün buna baxmayaraq və heç bir dayday tanış olmayıb, bütün bunlara baxmayaraq onların mənə verdiyi o motivasiya, bilgi və bacarıqlar ona getirib çıxardım ki, mən həyatda özümü təmin edə bilmişəm və indiki əgər buradayamsa, sizin qarşınıza çıxış edirəmsə, bu mümkündür. Və bu istisna deyil. Bax, sizin hər biriniz dəyişə bilərsiniz. Bax, sən bu dəqiqə dəyişə bilərsən. Baxış bucaqlı değiş. Fikirləşmək nə müəllim yəni qaz verir. Onu fikirləşmə. Fikirləş ki, sən nə edə bilərsən. Və başla. İnşallah təsir eləyər. İnşallah. Bu short kimi kəsib paylaşanda qarşılarına çıxar inşallah. Nəzət bəy, özümüzü daha yaxşı anlamaq üçün İndi bizdə bəzi adamlar ola bilər ki, maddi problemlərlə bağlı təlimlərdə iştirak edə bilməzlər və s. Onlar özləri ilə məşğul olmağa başlayanda ilk hansı sualdan başlasınlar, özlərinə hansı sualı versinlər, özlərini tanımaq yoldur. Dəyişilməkdən daha çox birinci tanımaq daha mütləqdir də. Bir gözəl nümunə var idi, deyirdi ki, bir qadın ingilis dilində Britaniyalısa bəmsə, həyat yoldaşı ilə deyir, mən artıq bəhs eləmirəm, dalaşmıram. Deyir, səbəb nədir? Deyir, əvvəl sual verirdim ki, məni niyə əsəbləşdirirsən? İndi öz-özümə sual verirəm ki, mən minanı niyə ora qoymuşam ki, o da ayağım basıb ora. Deyir, artıq özümü tanıdım. Mən deyir, niyə mina almışam evi ki, o hər ayağım basanda mən partlayıram. O minanı yığışdırdım, deyir mən. Və mən qıcıq gəndə mən başa düşürdüm ki, mən mina qoymuşam ora. Problem onun evdə yerimək deyil. Və o adam özünü tanıdı. Tanıyandan sonra necə rahat həll eləyə bildi məsələni də. Mən də düşünürəm ki, biz avtomatik reaksiyalar veririk də hər şeyə. Gəldi eləyirik. Biraz təfəkkür eləsək, bəzi problemlər həll olunur. Bu halları necə eləyək özümüzə? Hansı suallar verək? Necə şablonlar tapaq? Bax, dediyimiz nümunələrdə. Biz məsələyə gəldikdə insan tipləri var. Onda təlimlərimizdə keçirir ki, hamımızda bunlar
Çox məktəbdə də bəziləri keçiblər, bəziləri yox. Xolerik, sanguinik, flegmatik, melanxolik. O sizliyi istəyib xolerikdir ki, o həmən reaksiya verir, həmən hansısa bir qıcıqlı söz deyir, sonra üstündən biraz keçəndən sonra deyir ki, mən bunu niyə dedim? Gərək bunu deməli idim. Və bu tip insanlar təbii ki, bunlarda birinci emosiya gəlir, sonra ağıl gəlir. Amma ayrı tip adamlar da var. Onlar əksinə reaksiya vermirlər. İndi siz deyəcəksiniz ki, qıcıqlı, amma bəzi adamlar deyir ki, mən əksinə istəyirəm ki, ondan bir kəlmə söz çıxsın. Onlar flegmatiklər. Onlar heç bir şeyə reaksiya vermirlər. Kənardan soyuqqanlından daha çox arsız insan bir fikir yarada bilərlər və o adamlara əksinə ona görə siz çox gözəl bir söz vurğuladınız ki, özünü tanımalıdır. Tanımalıdır. Əgər xolerikdirsə, bunda əvvəl emosiya gəlir, hisslər gəlir, sonra ağıl gəlir. Əvvəl deyir, sonra düşünür, sonra peşman olur. Əgər flegmatikdirsə, əvvəl heç bir, ya daha doğrusu, əgər flegmatiksə, bu sözü demək istəyir emosiyayla, ağılla deyir ki, demə, artıq olar. Və burada insanlar da bəzən axı reaksiya istəyir, söhbət mənfi reaksiyadan getmir, hisslər istəyir, təşəkkür istəyir, nə bilim, məhəbbət istəyir və bunun izharını istəyir. Amma bu adamlar bunu demirlər və qarşıda. Təbii ki, sanguiniklər bunların orta nöqtəsidir ki, ağıl və emosiyaların orta idarə edir. Və növbəti ən dördüncü tipajdır ki, ən ağlamalı və ağırlı bir insanlardır ki, gərək dəyişsinlər, çalışsınlar dəyişməyə. Melanxoliklərdir ki, onlar hər bir halda negativə tuşlanıblar. Ki, alınmayacaq, xeyri yoxdur, düzəlməyəcək, aparsı da verin, nə olsun? Nə olsun olaraq yaşayırlar, xeyri yoxdur və s. Təbii, insan bu sizin sözünüzə qüvvət yerində insan özünü tanımalıdır və bilməlidir ki, mən neyi dəyişim. Amma bundan öncə ən birinci məsələ insan fərqindəlikdə olmalıdır. Fərqindəlik bu gün çox yayılmış bir sözdür. Yəni, insan başa düşməlidir ki, mənim qəflətdə olduğum hisslər var. Bəzi məsələlər var ki, mən onları bilmirəm və bu naqislikləri mən özümdə görməliyəm və bu görməmişdən öncə başa düşməlidir ki, məndə var. Çünki insanların bir çoxu deyir ki, nə olub mənə, gül kimi insanam. Birinci, bilməlidir ki, var. İkincisi, axtarıb tapmalıdır. Üçüncüsü, müalicə eləməlidir. O bəzən deyirlər ki, götürün Amerika motivatorlarında görürəm bəzən bu. Götürün yazın və s. metodlar var da, müxtəlifdir. Sizdə də var belə bir metodlar kifayət qədər çoxdur təbii ki. Metodlar, psixoloqların metodları var, təlimçilərin metodları var. Mən metodlar nədən ibarətdir? Bir neçə məsələyə toxunaq ki, bu yaq dedim, insan əgər həyatı rutindirsə, heç bir həzz almırsa və s. bu metodlardan biridir. İkincisi, burada insan axı özü görünmür. Nə qədər yazsa da o içəridəki o mənə onu gizlədəcək, egosu onu qoymayacaq, onun mənfi xüsusiyyətini görməyə. Bu baxımdan biz dost məsələsi çox önəmlidir. Dost güzgüdür, aynadır. Yaxın dostumuzdan xahiş etməliyik ki, mənə hansısa formada desə mənfiləri yaz, o dost yazmayacaq. Yazsa da siz artıq dost olmayacaqsınız. Ona görə ondan xahiş edə bilərik ki, mənim 10 yaxşı və 3 pis xüsusiyyətimi yaz. Onda yazar. 10 yaxşı və 1 pis xüsusiyyətimi yaz. Bu bir mütləq qarşılıqlı əlaqədə yaxşının içərisində pisidir. İkincisi, bir insanlarla ki bizim konfliktimiz olur. Konfliktsiz insan yoxdur da, mübahisələr olur və s. O konfliktlər vaxtı görün sizinlə yaxın olan adamlar, məhz o konflikt vaxtı sizə nəyi irad tuturlar? Sizdə hansı xüsusiyyəti qabardırlar? Demirəm 100%. 80-90% o dedikləri həqiqətdir. Və orada pərdələr açılıb o deyir. Bu da çox önəmlidir. Təbii ki, öncə dediniz ki, çox adamın imkanı yoxdur, pulu yoxdur, təlimləri. Bugün bir çox şeylər podkast formatında, YouTube-da, sonra ChatGPT-də artıq var, onlardan istifadə edə bilərlər. Siz öz Instagram səhifənizdən də, yəni pul qarşılığında deyilməyəcək məsləhətləri yenə verirsiniz də. Yəni Təbii Instagramda çalışıram ki, hər gün maarifləndirirsiniz. nələrsə verəm, hər gün hansısa təlimlərimizdən fraqmentlər və yaxud da ki, təlimimizdə olan dediyimiz sözlərdən deyil. Bəzi məsələlər var ki, onlar təbii ki, canlı
olunması önəmlidir. Hətta bizim təlimlərimizin bir qismi çox vaxt deyirlər ki, onlayn olsun. Mən onlayn təlim qoysam bəlkə də 500 adam yaşar. Amma həmən məhz bu təlimi, xarizmatik natiq təlimini onlayn qoymuruq. Niyə? Çünki onun effekti olmayacaq. Olacaq, o adamlar təbii ki, nələrsə götürəcəklər. Mən razı olmayacağam. Mən də bu sahədə müəyyən qədər perfeksionistəm, mükəmməlçiyəm ki, istəyirəm ki, insanlar maksimal xeyir götürsünlər. Mən şəxsən özüm üçün soruşuram qiymətləri. Qiymətlər məsələsinə gəldikdə isə çalışmışıq ki, maksimal şəkildə insanlar üçün faydalı olaq. Xaricdə 1000-2000 dollar qiymətində olan bu transformasiya təlimindən ki, hansında ki, mən özüm iştirak eləmişəm, getmişəm, yol pulusu və s. gəlib 4-5 min dollara və dəhşət də orasında gedib görmüşəm ki, nə qədər təvazödən kənarda olsa, bizim təlim o təlimlərdən qat-qat güclüdür və faydalıdır. Düzdür, hamısında olmamışam, amma olduqlarında. Biz təlimlərimizdə nə etmişik? Təlimlərimizin ödənişini 5 aya bölmüşük. 130 5 aya insan verə bilir və 5 ay ərzində təliminin elə bil ki, 2 aya bitir təlim. Üstəgəl qızıl qarantiyası da var. Xoşuna gəlməsə pulunu verdiyin. Və üstəgəl 5 ay ərzində də yavaş-yavaş təlimin ödənişini deyir və əminəm ki, götürdüyü qat-qat çoxdur. Sizin paralel işlədiyiniz insanlar var. Məsələn, biz bu hissəsini həll edirik insanları. Məsələn, bir psixoloq yanına da göndəririk falan. Yoxsa ehtiyac duymursun ümumiyyətlə belə şeylərə? Net üzrə psixoloqlar göndərirlər mənim yanıma öz belə deyək, pasiyentlərini. Çünki bəlli bir sosiallaşma, bəlli bir özgüvən və s. psixoloq nələrsə verir. Sonra görür ki, yox, bir əlavə nələrsə lazımdır, göndərirlər və mən gərək bir dəfə, bilmirəm nə dərəcədə düzgündür, amma feedbacklər ki, gəlir mənə valideynlərin və yaxud da ki, həmin yaxud adamların özlərinin, yeri gəlmişkən bizdə yaş həddi fərqlidir, amma əsasən gələn təlimlərimizə 27-55 yaş arasında olan insanlardır. Həkimlərdir, çoxluq təşkil edən, öz biznesi olan insanlardır. IT mütəxəssislər var. IT mütəxəssislər var. Son dövrdə IT mütəxəssisləri kifayət qədər artıb, onun da səbəbini deyəcəm. Məmurlar çoxdur. Məmurlar da var. Prokurorundan tutmuş, vəkilinəcən, fəhləsindən tutmuş, mühəndisinəcən, evdar xanımından tutmuş, professorunacan müəllimlər, baş həkimlər, dediyim kimi iş adamları gəlirlər. Son dövrdə IT mütəxəssisləri artıb. Niyə? Çünki əvvəl bir adam IT mütəxəssisi idi və o tək idi. O IT mütəxəssisləri də özünə məxsus insanlar olurlar sizdən fərqli olaraq. Onlar o qədər oturublar bu dəmirin qabağında, dəmir deyirlər də, ruslar jeleza deyirlər, hə? Bu kompüterin qabağında o qədər bu kompüterlə söhbətləyib ki, o insanlarla ünsiyyət qurmaq alınmır və ondan soruş sən Pascal, Fortran, nə bilim, hansı təzələr hansılardır, onları soruş, ona cavab verəcək. Amma insanlarla ünsiyyət olmur. Və əvvəl o tək idi deyə rəqabət az idi. Gəlirdilər, ona yazdırırlar tətbiqi, o da yaxşı pulunu qazanırdı. İndi onun kimi mütəxəssis 100 dənədir, 1000 dənədir və kim ki o soft skills-ı işə salacaq, düzgün marketinq, düzgün ünsiyyət qurma, düzgün bu insanlarla rəftarı və s. quracaqsa, qabağa keçəcək. O qabağa keçir. Ona görə IT mütəxəssisləri də artıq bizim yanımıza gəlirlər və həyatlarını dəyişdirirlər. Nəcəf bəy, ölüm anlayışı, ölüm fikri iki halda insanı təsir edir. Ya motivasiya edir, ya da həvəsdən salır dünyaya qarşı. Sizdə necədir? Yəni böyük ehtimal ki, sizdə daha da motivasiya edir. Amma siz necə baxırsınız bu məsələyə ki, sizi ölüm narahat eləmir? Dünyada nəsə eləməyə qarşısını almır. Baxın, insan mən uşaqlığımda fizik riyaziyyatçı olmaq istəyirdim və ona görə də astronomiyanı çox gözəl bilirdim və bilirəm ki, bu kainatın üç ölçülü, bizim bu kainatın olan qalaktikalar, bu qara dəliklər və s. və s. və s. bu o qədər dərinlə vaxtı ikən öyrənmişdim ki və o qədər orada qanun uyğunluqlar görmüşəm ki və ümumiyyətlə bizim yer planetində bir insanın yaşaması üçün o qədər qanun uyğunluqlar var, o qədər konstantlar var ki, dəyişilməyən parametr, konstant parametrlər var ki, bunun biri bir damcı dəyişsə, biri bir damcı dəyişsə, burada yəni insan yaşaya bilməz. Sanki hər şey qurulub ki, burada insan yaşasın və bu boyda sistem var və bu sistemin
her bir şeyi ve insanın özünün içinde olan bu trilyonlarla hüceyrə. Bax biz bu dəqiqə danışırıq, bu dəqiqə əziz izləyicilər bizə baxırlar. Bu dəqiqə hansı hüceyrəmizin içində hansı proseslər xəbərimiz var? Hansı mitoxondriya nə edir? Hansı hüceyrə mitoz edir, çoxalır? Xəbərimiz yoxdur. Proseslər gedir və çox dəqiqliklə gedir. Bir dənə insandır ki, şuurlu varlıq buna verilib müəyyən çərçivədə azadlıq və insan bu çərçivə içərisində eləyə bilir yaxşı işlər görsün, eləyə bilər pis işlər görsün. Və bu pis işlər görənlər həmən də cavabını almır. Çünki sistem elə qurulub. Həmən cavabını alsa insan analı varlıq olmaz. Çünki insan başlayır robot olmaq, amma yaxşı olar. Mən seçim, bax burada seçim prosesi gedir. Biz bu dəqiqə insanlar bu yer kürəsində gəlmişik seçilməyə. Gəlmişik aramızda olan fərqlər bilinsin. Və biz bunu həyata keçirməyənəcən axı iradə azadlığı verilib. Və bu iradə azadlığının müqabilində kimlərsə yaxşılıqlardır, kimlərsə pisliklərdir. Heç də həmişə təəssüf olsun ki, pislər həm cəzasını alır, biz görmürük. Və yaxud da və burada da müvəqqətidir. Sanki yuxunun içərisində məni düşüncəmi anlamaq üçün sanki yuxunun içərisində bir çox proseslər gedir və biz bu proseslərdən narazıyıq və onlar da mənasızdır. Və insan başa düşür ki, yuxunun içərisində bu yuxudur. Yuxudan ayılacaqsan və hər şey öz yerini tutacaq. Və əgər biz bu dünyaya, və mübarək dilimiz də bunu deyir, bu dünyaya baxsaq müvəqqəti bir yer kimi ki, yuxu kimidir və biz burada gəlmişik kamilləşək, açar tapaq dediyimiz kimi kod, o IT işindən sabah ona gələndə bizdən kod söz soruşur. Kod isə bizim etdiyimiz yaxşılıqların müqabilində yaranan bir hansısa frame-dir. Və əksinə. Və biz bunları etdikdə onda baxar düşürsən ki, bu dünya müvəqqətidir. Və təsəvvür edin, sən ölümü sonsuz həyata bir səyahət kimi qəbul etmirsən, son kimi qəbul edirsən. Onda sən ölümdən iki cür adam qorxur. Bir son kimi qəbul edənlər və cəhənnəmdən qorxanlar da. Son kimi qəbul edən bilir ki, çürüyəcək. Onda bəyən bunu cür qəbul edəndə bütün həyatda olan bütün proseslər mənasız olur. Çürüyəcəksə. Bu yaxşılıq deyir, bu pislik deyir. Bu gün bunun keyfi var, danışır motivasiyadan, danışır yaxşılıqdan, danışır ki, mən o dünya olmasından asılı olmayaraq yaxşı olacağam. Görüm sabah evladı xəstəlik olanda və o evladına pul lazım olanda və çox ağır xəstəlik olanda və yaxud da ki, həyat yoldaşı və yaxud da özü və burada bəlli bir imtahanlardan keçməlidir, amma bu sistemdə nə Rəbb var, nə Allah var, nə obru dünya var. Hər sən də burada nə edin və burada da sənin həyatını dəyişəcək bir evladın var. Sən də burada bir pis şey görməlisin kimi olsun. Nə qədər adam orada sınaqdan keçə bilər və s. Amma sən bilsən ki, bura müvəqqətidir. Və bundan sonra əbədi həyat var. Və bu sınaqdır. Və burada mən bu pisiyi etməyim. Bunun müqabilində hər şey hər bir halda yaxşı olacaq. Bu bir başqa hissdir. Bu sual mən düşünmüşəm üzərində, çox maraqlıdır mənə, sizin fikriniz də mənə çox aydınladacaq düşünürəm. Biz öz dəyərimizi nə ilə təyin edirik Nəcəf bəy? Mən hansı halda məsələn biri statusuna mı təyin eləyək, qazandığımız pulla mı, disiplinamıza mı? Instagramdakı like'lardan. Təbii ki, zarafatlayıram. Burada da çox dəhşətli bir şeydir ki, bütün insanlar doğrudan da bu dünya olmasa bu dünya mənasızdır. Baxın o üzdən iraqlar, o pozğunlar nə qədər onların bir saatı neçə manat təşkil edir? Bir saatı. Baxın, getdi bir saat hardasa konsert verdi yarıçılpaq halda və nədir? Hamı pisləyir, hamı bəyənmir, amma hamı pul verir və nə qədər verir? Amma zəhmət çəkən, öz üzərində işləyən nə qədər adamlar var ki, onlar bunun müqabilində həmən o pulu ödənişi almırlar. Və indi mən narazı deyiləm, mənim kifayət qədər çoxlu like'larım da var və s. Amma söhbət tək məndən getmir. Ona görə göstərici nə o like'lardır, nə digər məsələlər. Sadəcə iradım onadır ki, əzizlər, hamımız pisləyirik, amma hamımız oturmuşuq o natəmiz insanların səhifəsində. Bir dənə baxımla özümüzü niyə alladırıq? Və bir dəfə baxımla biz özümüz yavaş-yavaş onun kimləşirik. Bilirəm, ağır sözdür, amma axır sən oradasan, sən orada like. Hələ nəsə də alırsan, bu bir abırsılıqdır, nəsə də hədiyyə edirsən. Bu heç, indi gəldik bu yana ki, biz insanlar bu öz üzərimizdə ki, hardan bilək ki, bəs mən hansı bir dəyərə malikəm və s. Göstərici olmalıdır ətraf insanların
bizə olan münasibəti. Həmişə ilk növbədə özümə də aid deyirəm, eləməliyəm ki, tənqidi yanaşmalıyıq. Bu kənardakı tamtaraq bizi aldatmalı deyil. Ki, 3 nəfər dostumdur deyir, səndən yoxdur, mən də yox. Biz doğrudan da baxmalıyıq ki, mənim ən qorxduğum odur ki, kimisə qəlbin qıram, kiməsə səhv söz deyəm. Bəli, ictimai məsələlərdə sözümüzü deməliyik. Misal üçün, o insanlar ki, kimlər ki, bu dəqiqə o üzlənir ağlara baxırlar. Mən buradan deyirəm ki, etməyin bunu. Səhv edirsiniz. Hər qəlblərini qırsam da bilirəm ki, haqlıyam. Orada qəlbləri qılsın, çıxsınlar. Amma bir də var ki, heç özün də bilməyən yerdə kimisə qəlbin qıra bilərsən, nəsə eləyə bilərsən. Son dövrdə elə bir insanla bir son hadisəni danışım. Bir ünsiyyətdə idi. Detalları açmıram ki, bilinməsin kimdir. Bir ünsiyyətdə idi. Bir 5 gündən sonra mən bildim ki, o adam nəsə narazılıq olub. Halbuki mən heç bir halda onun hətrini toxunmaq istəməmişəm və s. Olur ki, bəzən biz özümüz də bilmədən onun ayrı gözləntiləri var. Mənim ayrı 6-9 məsələsi var da. Mən burada 6 görürəm, siz orada 9 görürsünüz. Ona görə ehtiyatlı olmalıyıq. Suyu da üfürə-üfürə içməliyik ki, insanların qəlbinə toxunmayaq, insanlara maksimal şəkildə yaxşılıq verək. Bilirəm ki, bu kitab cümlələri kimi səslənir. Bilirəm ki, bəzən bu şeylər ola bilər o qədər primitivləşib, o qədər bizi ayrı yerlərə aparıblar ki, amma həyat elə budur. Həqiqət sadə şeylərdədir. Bəli, bəli. Yəni gülümsəməmizlə belə insanlara nələrsə verək, bəxş edək. Onda belə deyə bilərik də, özümüzü dəyərli saymağımız bu halda deyə bilərik ki, biz ümumiyyətlə faydalı insanıq. Dəyərli dediyim kimi, orada incə məqam var ki, hər vaxt ki biz özümüzü dəyərli saydıq, hər vaxt ki özümüzü dəyərli saydıq. Bu uçuruma bir yol ola bilər. Biz özümüzü saymalıyıq ki, dəyərsiz də saymamalıyıq amma indi ola bilər, bəlkə həmin məsələ gəlir, terminlər məsələsi. Özündən razı olma, heç vaxt özümüzdən razı olmalı deyilik. Dəyər təbii, burada izzət nəfs deyilən bir termin var. İnsan nə məzlum olmalı deyil, nə qapazaltı olmalı deyil, nə qapazvuran olmalı deyil. O qızıl orta ilə özünə dəyər verməlidir. Mən burada dəyər deyəndə biraz fərqli deyirəm. Biz sözləri fərqli mənada yanaşdıq. Mən sayıram ki, əgər bir insan desə ki, bu qədər adam məndən razıdır, bu qədər tələbələrim məndən razıdır, bu qədər insan mənə çox sağ ol deyir, bura açırsan çox sağ ol, ora çox sağ ol, bura. Mən daha yox. Bunu deyən kimi mən çaşıb və qudururam. Şey üçün baxaq da onda. Yəni dəyər olaraq bəli, mən özümə dəyər verirəm, mənim bilgilərim var, bacarıqlarım var, özlərimdə işləyirəm və bildiyim dediklərimi haqq edirəm, bu qazancımı da haqq edirəm. Bunlar hamısı öz yerində. Amma mən desəm ki, məndən yoxdur, mən ən yaxşıyam. Orada incə bir də məsələ var da, insan həmən. O lənətli iblis 6000 il səhv etmirəmsə ibadət etmişdi. Və o yerə gəlib çatmışdı ki, sayırdı ki, ondan yoxdur. Ondan çox bizim hamımız bir yerdə götürsə o qədər ibadət edə bilərik. Və günlərin bir günü göydən səda gəlir ki, sizlərdən biri çaşacaq və iblisin bütün duaları qəbul olunurdu. Lənətliyin. Gəlirlər ona deyirlər ki, ey iblis, bizim üçün dua elə ki, biz çaşmayaq. Və iblis o ətrafdakılar üçün dua edir, özü üçün dua eləmir. Özü üçün dua eləmir, onlar üçün və duası qəbul olur. Onlar çaşmır, özü çaşır. Ona görə Allah bizi qorusun çaşmaqdan. Necəfə, bizdə son olaraq, rubrika olaraq bütün qonaqlara veririk bu sualları. Mən sual verəcəm, siz 3 dənə cavab verəcəksiniz ona. İlk öncə bundan başlayaq, elə hamıya verirəm, çünki biz son olaraq bu kitabları biz alacağıq. Təxminən 20-ci podkastda artıq hamıya imzalatdıracağıq və onu izləyənlərə hədiyyə edəcəyik, həmin qonaqlar adından. Sizin həyatınızı dəyişən 3 kitab. Mənim həyatımı dəyişdirən 3 kitab dedikdə, bunlardan biri ki, təbii ki, Barək dinimizin kitabıdır, Quran-ı Kərimdir ki, bilavasitə o kitab və o kitabın ətrafında olan əziz Peyğəmbərimizdən, imamlarımızdan olan hədislərdir ki, təbii ki, bu mənim həyatın mənasını anlamaqda kömək etdi. İkinci kitab ki, tələbə vaxtı altdan gizlincə oxuyurduq. Çünki Sovet vaxtı qadağan olunmuşdu o kitab. Pribaltikada isə Sovet biraz yumşalmışdı. Orada çap olunmuşdu və gizlincə samizdat deyirlər. Əllə çap olunan
o kitab gizlincə paylandırdı və bu gün bütün kitab dükanlarında sayılır, satılır və bir çoxları deyirlər ki, çox sadə kitabdır və s. amma bir çoxları bəhrəsini görülən Dale Carnegie-nin kitabları idi. Və təsadüfi deyil ki, o vaxt mən istəyirdim ki, çox utancaq birisi idim. İstəyirdim bir yer olsun, gedəm, açılışam, danışmağı bacaram və s. O vaxt bu imkan yox idi, çünki belə bir yerlər yox idi və qərar verdim ki, ha vaxtsa olsa özüm açacağam və özüm açdım. Carnegie klubu 15 ildə artıq fəaliyyət göstərir. Üçüncü kitaba gəldikdə isə burada çətindir, çünki çoxlu sahənin kitabları var. Bu həm bədii ədəbiyyat ola bilər, Baxanlar üçün adi də tərəfə- səfillərdən tutmuş Hugo'nun, tutaq ki, Həyat bizi sınayır Can Vidadi Babanlının, hansısa uşaq vaxtı oxuduğum nağıllardan tutmuş, sonra gəlir şəxsi inkişafla Bir də şəxsi bağlı inkişaf deyim, bir də ədəbiyyat. Michael Michalko və yaxud da ki Brian Tracy götürək daha Brian Tracy, çox adama təsirli olan Brian Tracy'nin bəhanələri yox, maksimuma çatma kitabı ola bilər. Və misal üçün son dövrdə oxuduğum kitablar da təbii hərəsinin öz yeri var da. Kitab əgər sənə nəsə qoymayıbsa, iz qoymayıbsa, ya yaxşı kitab deyil, qoyubsa Ya da da sən deməli hazır deyilsən. orada söhbət yaxşı kitablardan gedir də. Deməli orada iz qoyub və o izi sən saymırsansa deməli görmürsən də o izi qoyub, qoymayan izi. Həmən vaxt yerinə düşmüş kitab çox vacibdir də. İndi biz burada şəxsi inkişafdan danışırıq, ona görə bu kitabları deyə bilərik. Özümüzü inkişaf etdirmək üçün gündəlik 3 vərdiş ən vacib. Gündəlik 3 vərdişin birincisi davamlılıqdır ki, gündəlik aparmaq. Gündə də olmasa, həftədə 3-4 dəfə o yazı pozunu eləmək. Gündəlik aparmaq, yəni planlamaq ki, mən bu gün bunu edəcəm, bunu edəcəm, bunu edəcəm. Zənciri qırmamaq üçün halqaları çox böyük etməmək. Sən deyərsən ki, bu gün çox böyük tutaq ki, yerimə ilə bağlı deyirsən ki, bu gün 50.000 addım yeriyəcəm. 50.000 yeriyəcəksən, sonra yeriməyəcəksən. İngiliscə öyrənirəm, 100 dənə söz öyrənəcəm, 100 dənə söz öyrənəcəm. Halqalar çox böyük olmalı deyil, gücümüz çatan olmalıdır. Halqalar bəzən qırılmamaq üçün köməkçi halqalarımız olmalıdır. Köməkçi halqa, tutaq ki, mən demişəm 10.000 addım yeriyəcəm. 10.000 addım yeriyə bilməsəm, tutaq ki, 10 dəfə oturub duracağam ki, onun əvəzləyicisi olsun, gücümüz çatan olsun. Cəza planlamaq. Bu qırılması Cəza kimi bir növdə. Cəzanın əksinə cəzanın yüngül formatı. Cəza biraz çətindir və üçüncüsü də siz dediyiniz olsun. Cəza deməli Azərbaycan Knut Pryanik Azərbaycanca kökə və qamçı üslubundan istifadə etməliyik ki, özümüzü motivasiya edə. Həm mükafat bu işləri görsəm əvəzində bu olacaq. Çünki mütləq motivasiya olmalıdır. Etməsəm də cəzası bu olacaq. Üstəgəl sonda bir dənə də məsələyə toxunum ki, biz bu gün o məsələlərə toxunmadıq. Təlimlərimizdə çox geniş ora vaxt ayırırıq. İndi o da qalsın saraydakı tədbirimizə. Şuraltı ilə güc çox böyük təsirə malikdir. İnsanın şuraltı ilə, şuraltı bizim ağlımız, dilimiz. Bunları danışırıq, şuraltı bunları başa düşmür. Şuraltı ilə də danışmaq çox önəmlidir. Qısaca olaraq onu deyim ki, sonda şuraltımız üçün çox böyük qıcıqlandırıcı hədəflər qoymalıyıq ki, şuraltımız onları qəbul etsin. Və ingilisini öyrənmək üçün istəyənlər üçün bu dəqiqə cəmiyyətin əksər hissəsi ingilisini öyrənməyə cəhd edib. Bəlkə də Azərbaycanda 2 milyon insan, azı 2 milyon, 3 milyon insan ingilisini öyrənməyə cəhd edib. Bu neçə ildir, bu 30 ildə, 20 ildir. Onlardan neçəsi öyrənib? 30%. Heç 1% də deyil. Çox az bir şey. Və bu ingilisini öyrənməməyin səbəbi nədir? Bu müəllimlərin 5-i pis, kursların 10-u pis, tələbələrin 10-u bacarıqsız. Amma qalan hissələr niyə öyrənmir ayrı şeydir? Çünki burada çox incə bir məsələ var. Təsəvvür edin, çağıraq qonağı. Qonağı çağıraq studiyaya, bir qonaq var. Təsəvvür edin, bir qonaq gəlir və qonaq gəlir ki, hello my friends, mən xarici bir şirkətdə işləmək və Londonda böyük bir şirkət rəhbəri olmaq. Mən sizə söz vermək. Əgər siz 6 ay ingiliscə öyrənmək, mən sizi 9 aylıq Londona aparmaq, evdən icazə verməsələr, bacı, qardaş, yoldaş, nişanlı ilə, valideynlə bir yerdə,
Üstə gəl 5 ulduz oteldə qalmaq, gündə 3 dəfə halal yemək yemək, üstə gəl hər ayına 17.000 funt sterling təqaüd vermək. Amma 6 ay öyrənmək şərt. Nə qədər adam? Bu real deyil, lan sabah öyrən. Amma yazılır. Amma təsəvvürün belə bir şərt olsa, neçə nəfər öyrənər? Böyük əksəriyyət öyrənər məncə. Ya gözəl motivasiya var. Hə, ona görə biz o cür motivasiyalar qoysaq, burada bu leyli məqsəd deyil, amma leylilərimizə çatmaq üçün çox böyük bir vasitədir. Ona görə biz belə bir vasitələrdən tapmalıyıq ki, bizi leylimizə çat. Bilirik ki, biz bax ki 17.000 funt sterling ayda götürsək, bu 9 aya bunu vurub beynimiz şuraltımız orada vurub hesablayırıq. Yəni bir mənzildir. Mənzil də ailə üçün, yaşayış üçün çox vacibdir. Bir leyli ola bilər. Həmin o məsələ həll olunur. Kimsə maşın və s. və sair. Bu cür misallarımız çoxdur, bu cür üsullarımız çoxdur. Bizi, hamımızı, hər birinizi Əlbəttə bu podkast sentyabrda özəldir. Nəcəf bəy inşallah təlimlərində iştirak eləyin. Həyatınızı dəyişdirin mütləq ki. Bu podkastlarda onlar bir vasitədir. Biz də çalışırıq, biz də belə töhfə verməyə çalışırıq əlbəttə. Sizə də təşəkkür edirəm. Çox gözəl bir işlə məşğulsunuz. Və ümidvaram ki, əziz izləyicilərimiz, dinləyicilərimiz faydalanacaqlar. Son olaraq bir dənə sual verirəm. Bununla bağlanış edirik. Hamıya verirəm. Necə belə təsəvvür edin, sizdə bir mikrofon var və bütün Azərbaycan sizi dinləyir və bir dənə şey deyəcəksiniz və bütün Azərbaycan buna əməl edəcək. Bu nə olardı? Gəlin adam olaq. Adam olsaq hər şey düzəlir.